O qadın ki, sənə atası kimi arxası, qardaşı kimi gücü, dostu kimi hər sözünü paylaşdığı və bu dünyada yaşamanın səbəbi kimi görmürsən, nə o qadın sənindir, nə də sən o qadının. O qadın ki, hisslərinə görə deyil də, təmənna naminə verilib birinə. Demək ki, o ailədə hər an, hər saniyə hisslərinin intiharı baş verir. Hərflər əşyalaşır, dəyərlər itir, sabahlar gəlmədən zülmətə qovuşur. O qadın ki, sadəcə uşağı üçün yaşadığını deyir və ailəsində yalnız və yalnız uşaqların olduğunu hiss edirsə, demək ki, o qadın bitirib artıq qadınlıq həyatını və bir tək analığı qalıb. Bir də məişətdə istifadə olunan köleliyi. O qadın ki, tək sirrini sənə deyib, içindəkiləri səninlə bölüşürsə, demək ki, hər kəsdən özəl bilir səni və sadəcə sənə sığınır. Sənə tapır hüzurunu və xoşbəxtliyini. Bəzən bir dayanacaqda dayanır qadın, düşür və sənə sarılıb deyir, sənə gəldim əzizim. Sən idin bu ömür yolunda gəlib çatacağın ünvan. Bax, o an, o qadına ünvan olmaq bir kişinin kişiliyi testidir. O qadın ki, səninlə danışanda susmağa üstünlük verib suallardan yayınırsa, demək ki, o qadın qorxur birinə inanmaqdan, güvənməkdən və sevməkdən. O qadın ki, sənə sığınıb səninlə huzur tapırsa, demək ki, sevmək, sevilmək istəyir. Dəyər verib, dəyər görmək istəyir. Ən nəhayətsə səninlə xoşbəxt olmaq istəyir o qadın. Və sənin kişiliyin də o qadını əsla uçurumunu yuvarlatmadan xoşbəxt bir qadın eləməyi bacarmaqdır. O qadın ki, ürəklə sənə sarılıb, nə yaxşı ki varsan, nə yaxşı ki səni tanıdım deyirsə, demək ki, o qadın xoşbəxtdir və bu xoşbəxtliyi ömürlük etmək üçün hər fədakarlıq etməyə dəyər. Bütün qadınlara doğru ünvanda, doğru zamanda, doğru bir insana sarılıb, nə yaxşı ki varsan, deyə başını qoya biləcəyi bir omuz arzulayıram. Hər birinizi ana kimi, bacı kimi, dost kimi, həyat yoldaşı kimi xoşbəxt olmanızı diləyirəm Tanrıdan. Həmişə gözlərinizdən xoşbəxtliyinizin parıltısı oxunsun. Əziz və dəyərli xanımlar.